Hello everyone, herkese salamlar. Bugün sizlərlə 7-ci sinif ingilis dili dərsliyinin səhifə 102 və 103 işləyəcək. Bölməmizin adı Grammar B, qayda B-dir. Gəlin tapşırıq 1-ə baxaq. Read the conversation and complete the sentences with the words from it. Söhbəti oxuyun və cümlələri tamamlayın. Gəlin oxuyaq. Did you watch the new film by Steven Spielberg yesterday? Dünən sən Steven tərəfindən olan yeni filmi izlədin? Yes, I did. İzlədim. It's a good movie. O yaxşı filmdir. Older people might not like it, but for the young, it will definitely be interesting. Yaşlı insanlar bunu sevməyə bilər, amma cavanlar üçün mütləq maraqlı olacaq. What did you like most? Sən ən çox nəyi xoşladın? The effects in the movie are just great. Moviedəki, yəni filmdəki effektlər əla idi. Film critics say that it could even get an Oscar for the best effects. Yaxşı effektlərinə görə Oscar ala bilər. Film kritikləri deyir. What about actors? Bəs aktyorlar? I am sure that some people will like the actor's performance, but I didn't enjoy that very much. Mən əminəm ki, bəzi insanlar aktyorların performansını sevəcək, amma mən çox da həzz almadım. I will tell you if I liked it or not after I watch it. İzləyəndən sonra sevib və ya sevmədiyimi deyəcəm. Why didn't you come to watch the movie with us? Niyə bizimlə filmi izləməyə gəlmədin? We had guests at home. Bizim evdə qonaqlarımız vardı. I promise that I will join you next time. Söz verirəm ki, gələn dəfə qoşulacağam. We may meet this Saturday for a new movie. Bəlkə biz yeni film üçün bu 6-cı gün görüşdük. I won't miss that chance if you meet again. Əgər siz yenidən görürsəniz, mən bu şansı qaçırmayacağam. Gəlin cümlələri tamamlayaq. Vüsal liked film. Vüsal filmin nəyini sevirdi? Film effects of film. Bizcə deyək ya. Mən də yazaq buradan. Bir. Effects. İkinci. Vüsal thinks wasn't very good. Vüsal düşünürdü ki, nə yaxşı deyirlər. Actors. Mən yazım. Performance. Yəni bunu köçürdürsünüz qısacası. Bu actors performance. Üçüncü, couldn't watch the film. Kim film izləyə bilmədi? Samuel. Dördüncü, Vüsal wants to watch another movie. Bizcə deyək uşaqlar. Vüsal want to watch another movie this Saturday. İndi gəlirik. Qaydamıza keçirik. Qaydamız present, future, possibility and future prediction. İndiki və gələcək ehtimallar və gələcək proqnozlar. We use might, may, could for present and future possibilities. Biz indiki və gələcək ehtimallar üçün might, may, could istifadə edirik. Example-a baxaq. The film could even get an Oscar for the best effects. Ən yaxşı effektlərinə görə film Oscar ala bilər. Burada could bilər mənasındır. For negative possibilities, we use might not or may not. İnkar ehtimallar üçün biz might not ya da may not istifadə edirik. Example-a baxaq. Older people might not or may not like it. Yaşlı insanlar sevməyə bilər. Amma biz deyə bilmədik ki, older people could not like it. Sevməyə bilməz deyə bilmədik. If you want to ask a question, əgər siz sual vermək istəsəniz, say, do you think of the film may get an award? How do you think the weather might be tomorrow? Don't say, may might the film get an award. Yəni, may might'ı burada bir də qənaətə gəlirik ki, may might cümlənin sualında cümlənin əvvəlinə keçmir. We use will for. Biz will istifadə edirik promises vədlərinə, yəni söz verməklərlə. Example-a baxaq. I promise I won't, yəni will not. The won't bərabərdir will not-a. Miss this chance. Mən söz verirəm ki, bu şansı qaçırmayacağım. Future prediction, gələcək proqnozlar. Example-a baxaq. The film will definitely be interesting for the young. Film cavanlar üçün mütləq maraqlı olacaq. Note.
We use that to join two sentences. Biz zəti iki dənə cümlə qoşulub bir-birlərinə qoşulanda istifadə edirik. Example-a baxırıq. I promise that I will join you next time. Söz verirəm ki, növbəti time, yəni növbəti vaxt qoşulacağam. You can also use I agree, think, understand, see, know, that plus a clause. Razıyam, düşünürəm, başa düşürəm, görürəm, bilirəm, zətlə işlədə bilərik. İndi ikinci tapşırığımıza baxırıq. Read the conversation again and find other examples of. Söhbəti oxuyun və example'ları tapırıq. Future prediction, promise, future possibility. Gəlin mətnimizə qayıdaq. Burada deyir ki, older people might not like it, but for the young. Bu cümlədən, yəni ancaq bu cümlə bitir deyir. Older people might not like it. Bu cümləni biz nə götürə bilərik? Deməli, possibilities, future possibilities. Yəni, burası C gedir. But for the young, it will definitely be interesting. Burada isə gedir, deməli, future prediction A variantı. Then, film critics say it could even get an Oscar for the best effect. It could olduğuna görə biz buna nə qoyuruq? Film critics say. Deməli, biz bura future possibility C variantı. I'm sure some people will like the actor's performance. Düşünün, bəzi aktyorlar bunu yəni effekti yaxşı sevəcəklər. Burada sevəcəklər. Yəni deyək B variantı, yəni promise deməyək. Yəni future prediction deyək. A variantı. Then I promise olduğuna görə I promise I will join you next time. Yəni bu nədir? Promise, yəni söz verir. Yəni B. I won't miss chance. Mən bu şansı qaçırmayacağam. Bu da söz verir ki, qaçırmayacaq B. İndi üçüncü tapşırığa baxaq. Listen to the talk and answer the question. This is track, yəni listeningdir. Gəlin listeningə qulaq asa bilmirik, gəlin oxuyaq. Lamia, where might we go tomorrow? Lamia, biz sabahara gedəcəyik. I don't know, but we could go to the cinema or we may go bowling. Bilmirəm, ancaq biz sabah sinemaya ya da bowlingə gedə bilərik. Oh, you know bowling is not for me, but going to the cinema is okay. Bilirsən də bowling mənim üçün deyil, amma sinemaya getmək is okay, yəni yaxşıdır. What is on in the cinema? Sinemada nə olacaq? Nə haqdadır, yəni? The new Disney film Moon Knight is on this week. Disney filmi bu həftədir. We might watch it. Bəlkə biz onu izləyəcəyik. That sound interesting. Bu maraqlı səslənir. The weather seems fine. Hava əla görsənir. We could walk in the boulevard after the movie. Biz moviedən sonra, yəni filmdən sonra bulvarı gəzə bilərik. I'm afraid I can't. Qorxuram, edə bilmərəm. My legs hurt me after the last basketball match. Mənim dizlərim məni incidir. Yəni sonuncu basketbol maçından sonra, yəni oyunundan sonra mənim dizlərim məni incidir. I can't walk much. Mən çox gəzə bilmirəm. Sorry to hear that. Bunu eşitməyim üzgünəm. But we may have pizza for lunch and then watch the movie. Amma qaynanaltı üçün bizim pizzamız var, sonra da film izləyərik. Great, əla. So are we meeting in the cafe? Biz indi kafedə görüşürük. Yes, let's meet at 12:30 in our favorite cafe. Gəl sevimli kafemizdə görüşək. Please don't be late. Zəhmət olmasa gecikmə. Don't worry, I won't. Narahat olma, gecikməyəcəm. İndi tapşırığımıza keçid alırıq. Birinci tapşırığa baxaq. Which two ideas does Lamia suggest? Lamia deyir ki, hansı iki fikri təklif elədi? To go bowling or cinema.
Which idea does Daniel like? Hansı ideyanı sevdi Daniel? Like to go cinema. Bir de reklamı götürerek koyalım. Why can't Lamia go to the boulevard? Lamia niye bulvarı gəzə bilmir? Because, yalnızlık, ümid edirəm yazdınız bunu. Because she hurts her legs. Hurts her legs. Ayaklarını incitmişti. When do friends agree to meet? They meet at 5:30. Nəyi başa düşməsəniz şərh bölməsində qeyd edərsiniz. Burada indi mən səliqəsiz yaza bilərəm. Xahiş edirəm bunu problem eləməyin və əgər problem olsa, zəhmət olmasa, başa düşməsəniz mənə şərh bölməsində qeyd edə bilərsiniz. They meet at 5:30. Tamam. İndi də bunu yazdınız. İndi yazılacaq. Complete the sentences with the might, may, could or will. Cümleleri might, may, could, will'dan tamamlayın. Burada verilib it is possible. Possible ise you will miss olacaq. Burada negative future prediction ise might not ya da may not olacaq. Artıq burada verilib deyə artıq birbaşa tərcüməsiz deyə bilərəm. Negative possibility ise negative possibility. Ona I won't watch. Don't worry, bu promise ise I promise, don't worry, I will buy. Promise or negative form ise bu won't olacaq. Xeyr, bircə dəqiqə. Burada might ya da may not olacaq. 5-ci tapşırığa baxırıq. Read the answers and write the questions. Use might, may or will. Bunu might, may ya da will'dən istifadə edərək cümlələr qururuq, sual qururuq. Yəni, sualın cavabı verilib, bir dənəsini mən deyəcəm, qalanını da özünüz edə bilərsiniz. Deyir, I think, burada example verilib, yəni birinciyə baxaq. I think it will be sunny today. Düşünürəm ki, hava günəşli olacaqsa bugün. Deməli, yaza bilərsən ki, how do you think the weather will be? Necə düşünürsən hava necə olacaq? Gəlin bunu yazaq. How do you think the weather will be? Necə olacaq? Will be today də yaza bilərsiniz. Daha cümlə genişləndirmək istəyirsinizsə. Today. Ümid edirəm, bunu da başa düşdünüz. İkincini də eyni şəkildə sual verərək qurursunuz. Gəlin elə deyim sizə. I think I may visit Prague next summer. Gəlin həftə mən Prague-yə bəlkə getdim. Deyə bilərsiniz ki, where do you think you go? Nə düşünürsünüz hara gedəcəyi haqqında? 3 ilə 4-də sizə həvalə edirəm. Artıq başa düşdünüz yəqin ki. 6-da da complete the sentences with your own words. Öz sözlərinizdən tamamlayın. Use might, will, could-dan istifadə edərək. Deməli, öz sözlərinizdən tamamlayırsınız. Məsələn, 0-cı example-da deyir ki, I think that Azərbaycan might win the Eurovision Song Contest next year. Düşünürəm ki, Azərbaycan növbəti il Eurovision mahnısında qalib gələ bilər. İndi belə davam eləyərək yazırsınız. Ümid edirəm ki, dərsimiz sizlərə aydın oldu. Növbəti video çəklərdə görüşənədək. Hələlik.